Salam dəyərli YouTube kanalı izləyicilərim. Hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Zəka atölyəsində dərzi hazırlıq dərslərimiz davam edir. Dəyərli müəllimlər, baxmayaraq ki, son günlərdəki mövzularımız sırf praktik işi tələb eləyir, amma buna baxmayaraq da çalışıram ki, ən incə nüanslarına qədər sadə dildə izahla sizlərə mövzuları çatdırım ki, ən azından ilkin baz olaraq məlumatınız olsun. Dəyərli izləyicilərim, bugün isə sizlərə əsasən geyimin tikilişində xüsusi yer tutan bütöv biçimli qolların hazırlanması haqqında danışmaq istəyirəm. Bu qol da demək olar ki, həm rahatlığı, həm də estetik görünüşü ilə digər qollardan seçilir və hazırlanması da çox sadə və praktikdir. Elə isə gəlin bu qolların ilkin olaraq ümumi xüsusiyyətlərinə nəzər salaq. Deməli, xüsusi olaraq qeyd edeyim ki, müəllimlər, bütöv biçimli qollu geyimlərdə qol ayrıca tikilmir. Yəni, bu nə deməkdir? Qol geyimin ön və arxa hissəsinə birləşmiş şəkildə kəsilir. Bu tip geyimlərdə də qol dibi tikişi olmur. Nəticədə də həm rahatlıq, həm də daha az tikilmiş əməliyyat prosesi baş verir. Və tikilişin ardıcıllığına gəldikdə isə, yəni əsas bilirsiniz ki, hər bir tikişin yerinə getirilməsində texnoloji ardıcılığı olur. Burada da əvvəlcə qabaq hissənin parçaları üz-üzə qoyulur, yuxarı kəsiklər bərabərləşdirilir, qol hissəsində işarə nöqtəsindən dirsəyə qədər 5-6 sm qatlanaraq ütü ilə forma verilir, qoltuq altı hissədə diqqətlə formalaşdırılır. Və eyni ilə kürək hissəsində də həmin hazırlıq davam edir. Burada da qol dibi hissəsi ayrıca ütülənir ki, forması düzgün alınsın. Bu hissəyə ümumiyyətlə xüsusi diqqət yetirmək lazımdır ki, sonradan hər hansısa bir qüsurla rastlaşılmasın. Və daha sonra isə növbəti mərhələdə qolun üst tikişi köklənir və artıq tikilir. Tikişlər də açırıq və ütüləyirik. Alt tikişi isə geyimin yan tikişi ilə birlikdə tikilir və bu ardıcıllıq tikilişin həm möhkəmliyini, həm də səliqəsini təmin etmiş olur. Və reglan qolda olduğu kimi qolun alt hissəsinə calaq tikilişi aparılır. Bu calaq da ya romb ya da klin formasında ola bilir. Calağın tikiliş payında küncə çırt vurulur, hörmələnir və əsas hissəyə köklənərək tikilir. Bu hərəkət rahatlığı təmin edir və qolun dartılmasının bir növ qarşısını almış olur. Və yadda saxlamaq lazımdır ki, bu qol növü rahatlıq və hərəkət azadlığı üçün çox uyğundur. Yəni, çox standart tipdə hazırlanmış bir formadır ki, qoltuq altında tikilən calaq qolun dartılmasının və tikilişin gərilməsinin qarşısını alır və ən əsası isə tikişlərin düzgün və səliqəli aparılmasını, geyimin estetik görünüşünün daha qabarıq formada artırmış olur. Və sonda isə, mənim əzizlərim, bugün sizə bütöv biçimli qolun hazırlanmasının qaydasını sadə dildə izah etməyə çalışdım. Siz də bu şəkildə öyrənsəniz, yəni ilkin məlumatınız olsa kifayətdir. Əsas odur ki, dərsin məğzini anlayasınız. Yəni, bu işləri yerinə yetirməyən biri üçün bu dərsləri mənimsəmək həqiqətən də çox ağırdır. Sizlərin hər birini başa düşürəm. Təbii ki, bu işin içində olan müəllimlərimiz də var. Onlar artıq öz gözləri qarşısında həmin prosesi canlandıra bilirlər. Amma işləməyən müəllimlərimiz üçün həqiqətən çox çətin bir prosesdir. Yəni onların gözündə. Amma zamanla bu işin içinə daxil olduqca bu dərslər sizin üçün də tam sadələşmiş olacaq. Hər birinizə dərin təşəkkürümü bildirirəm müəllimlər və növbəti dərslərimizdə inşallah daha maraqlı mövzularla görüşənə qədər deyirəm. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.